Dubai yoxsa Abu Dhabi? Daşınmaz əmlaka investisiya üçün haranı seçmək daha sərfəlidir? Gəlin Dubaydan başlayaq. Burada hər şey çılğın sürətlə dəyişir. Yeni rayonlar, göydələnlər, ticarət mərkəzləri, turistlər və ekspatlar. Kirayə qazancı ildə 7-9%-a qədər çata bilər. Minimal ilkin ödənişlə və hissəli ödəniş vasitəsilə bazara asanlıqla daxil olmaq olar. Dubayda yeni layihələr hər ay satışa çıxır. Mənzillərin kirayə verilməsi və yenidən satılmağı asandır. Qiymətlər stabil şəkildə artır. İndi isə keçək Abu Dhabiyə. Burada həyat daha sakitdir. İnfrastruktur yüksək səviyyədə, rayonlar geniş və komfortludur. Gəlirlilik bir qədər aşağı, ildə 5-6%, lakin bazar stabildir, spekulyasiya azdır. Uzun müddətli investisiya və ailəvi yaşayış üçün bu şəhər çox uyğun seçimdir. Beləliklə, Dubai sürətli gəlir və yüksək likvidlik üçün top seçimdir. Abu Dhabi isə sabitlik və uzun müddətli artım istəyənlər üçündür. Hələ də pulunuzu hara yatıracağınızı düşünürsünüz? Bizə yazın. Sizə Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlak bazarından maksimum gəlir əldə etməyin yollarını göstərək.